Bunun bütün yarış təşkilatçılarına təklif edirəm. Elə şərh yerində də, TikTokda da, müzakirələrdə də bu sualı müzakirə eləsələr yaxşı olardı. Məsələn, 12 quş uçurdular, belə deyək də, ilk 2 quşun belə forada və yaxud da saatını saymırlar. Amma ədalətən bunu istəyirəm, sizə sual verim ki, nə dərəcədə mənim fikrimdən razılaşırsınız. Mən təklif eləyərəm ki, bütün yarışlarda İlk gələn quş əgər 7 saatla gəlirsə, onu saymaq lazımdır. Əlbəttə. İndi düz yarış qaydalarında yoxdur, amma gəlin belə deyək də, ilk 2 dənəsi 7 ilə gəlib də. Bunu niyə saymayaq ki? Və o quşun haqqına girmiş oluruq. Bir də xahiş edirəm ki, bütün yarış o təşkilatçılarına, yarış iştirakçılarına ki, bunu oturun bir dənə müzakirə edin ki, yəni kiminsə quşu ilk 2 dənəsi 7 saatın üstü, yəni 7 saatı dəqiq tamamlayırsa, onu da toplam saatın üstünə gəlmək daha məqsədə uyğun olar məncə. Çünki inanıram ki, gələcək illərdə olar bu. Və belə deyək ki, məsələn, mənim tutaq ki, ən axırıncı quşum gəlib 7 saatla, Elnurun 2 dənə ilk quşu 7 saatla gəlibsə, bunu saymamaq mənim üçün, yəni biraz quşun haqqına girməkdir. Elə bir cinayət eləyirsən göz görə-görə. Heç kim də inciməsin bu sözümdən, bu mənim şəxsi fikrimdir, yəni. Yəni biz də o vaxtda ilk yarışlarda keçiriləndə də, məsələn, 200 dənə qayda ilə, məsələn, mən təklif eləmişdim o vaxtı. İndi bu da ağlıma gəldi, məsələn, oturub baxıram qaydalara ki, məncə saysaq, bir də deyirəm ki, daha yaxşı olardı. Çünki motivasiya olardı həmin quşbaz üçün, o birisi üçün. Onda heç kim, bilsiz, səbəbin biri nədir bu təklifimdə? Onda heç kim o 2 dənəni pis quş tutmayacaq. Hamı çalışacaq ki, 12'si də yaxşı quş olsun. Hər birinizi salamlayırıq, əziz dostlar, dəyərli göyərçin yetişdiriciləri. Bugün də Ceyhun qardaşımızın qonağıyıq. Hamınızı bir daha xoş gördük, salamlayırıq. Ədalət əmi. Çox sağ olun, xoş gəlmişsiniz. Sağ olun. Ceyhun sən də. Salam aleykum. Bütün izləyiciləri salamlayırıq. Quş həvəsi olanlar. Göyərçin həvəsi inşallah. Hamını salamlayırıq inşallah. Eldun qardaşımız da. Hər kəsi salamlayıram, xoş gəlmişsiniz. Allah Ceyhun qardaşımızın qapısına bərəkət, xeyirli işlər qismət eləsin. Amin, amin. Elə ədalət həm icazə versə Ceyhuna Buyur. çox sağ ol. Bu günlər dostlar sırf belə deyək, göyərçin yetişdiriciliyindən sual verir. Daha indi keçmişdə quş necə olub, Allah böyülər var eləsin. Bütün kanalda çəkiliş eləyənlər sağ olsun. Çəkilişdə suallara cavab verənlər var olsun. Dünyasını dəyişənlərə də Allah rəhmət eləsin. Ümumi bilgimiz var da, Bakı quşu necə olub, nəyə qadirdir. Bugün belə deyək də, reallıqlar üzərində işləmək, danışmaq, müzakirə aparmaq lazımdır. Ceyhun belə deyək də, məsəl üçün, sən yaxşı quş əldə eləmək üçün nədən başladın? Məsəl üçün deyək, cüt buranda skelet quruluşuna baxdın, uçuşuna baxdın, oynamağına, saatına görə, rənginə görə, yoxsa bunu ədalətən verib, bunu vurum Elvin'in quşuna və s. necə başladın? Yaxşı rezultat verən balalar üçün. Demək qardaş, birinci Kor-koranın quşlarla bir quruşlar almamışım. 2 sezon, 3 sezon olsun, gözümünü gördüm. Hava şəraiti, Bakının hava şəraitlərində üstündə bir əsas quşun dözümüdür, uçuşudur, skelet quruluşudur, məhsulundan. Adı sənin üçün nədir, necə eləmişsən? Bir də qənət quruluşu. Əsas qənət quruluşu, skelet quruluşundan da önemli məhsul qənət quruluşudur. Yəni açıb baxırsan da qənət quruluşuna. Şafəlləridir, şafəldən sonra çıxan par qənətləridir. 2 qənətin ikisi də yeni olmalıdır. Uzunluğu olmalıdır, yekəliyi olmalıdır. Mən xoşum gəlib quşun qənəti açıldır, yaxırsın. Yekə olsun quşun. Qanatlarına belə deyək, şafəllər, uzunluğu. Göstərək sən bir də. Dostlar da görsün ki, Ceyhun bunu əzbərləyib şeir kimi danışmır da açığı. Gəl kölgəyə. O zaman quşdur da, bu quşda çıxan balıdır. Belə inşallah. Aç. Elə cavan balaların Aha, bax sən nəyinə fikir verirsən? şafəllərin sıx olması birinci növbədə.
uzun olması, qanadın uzunluğunu görürsünüz quşda. Aha. Yəni fikir verdiyin şeylər bunlardır. 100%. Bunun tam qanəti də olmayıb. Burada bir iki dənə xırda nöqsanlar var. Ayın 15-inə tam qanəti bəlkiyəcək bu. Biz ümumi fikrimizi çatdırmaq üçün yəni sual qanat veririk. quyruğundan çıxarmışdı. Quşların balası da bu. Qış baladır. Fikir ver qanatın uzunluğunu. Bunlar hamısı tamamlamalıdır. Yəni dilxoşluq üçün də balalardan neçə dənə ha? 5-3 cəld bala var Allahın izni ilə. Sağda oturmuş balalardır yoxsa yox? Yo, elə belə. Hə, təzə elə bir cəhs aldığın balalardır. Hardası deyim də sənə 5-6 qənət qalxıb düşüblər. Amma mən yedizirə çıxıram, yatırlar elə. Bildim. Yəni hələ ki elə bir sağda oturmayıblar da. Sadəcə hə, dilxoşluq üçün, yataq qalmamaq üçün özümüz üçün, yəni. Bu mənada belə sağda buraxılmır dostlar. Maraq üçün. Gəl bura. Yəni hamıza da məlumdur, havalar bu aralar çox dəyişkəndir. Rəhmətli sağ şəmlikdə baxıram çoxumuz maski quşbazlarıq. May ayında bütün balalar qaçırtmaq, yəni bütün balalarda itki vermək. Görə ki, məsələn, hava bu cür dəyişkən keçir, nə bilim, yaz yay ayında dolu yağış yağır, quşları sağda buraxıb uçurtmaq, itki vermək, yəni o quşbazın günahıdır. Bu mənə öz fikrimdir, indi kim razı olsa da, olmasa da Allah canımızı sağ eləsin. Yavaş-yavaş çəkilirlər. Bunlar Ceyhun deyir ki, yəni birinci partiyadan yaşca balacalardır. Bir də deyirəm ki, hava gila vardı dostlar. Göydə demək olar ki, hamısı bir-birinə qarışdı. Enur qardaş, sən də xoş gəlmişsən. Buyur sən də. Sağ ol. İzləyicilərə sözün. Bütün göyərtə sevənləri salamlayıram. Aleyküm salam. Bütün yarış iştirakçılarına qurban olsun. Amin. Cəmi, yəni bölgələrdə olan Bəli. göyərtə iştirakçılarına uğurlar arzulayıram. Ceyhun qardaş burada həmçinin. Sağ ol qardaş. Amin. Allah xeyir versin. Bizə bütün xoş dualara amin deyirik. Amin. Sonra nəyə uyğun cüt vurursan? Məsələn, İskelet quruluşu. skelet quruluşuna. Biraz olan üstündə işləyirəm. Çox açıq, əlini quyruq, belə şeylərdən Allahın izindən yığışdırıram quşlardan, bazarda edirəm. Aha, bildim. Sağda qaçmaq o demək deyil də, şunun iskelet quruluşunun budağı yaxdan çıxardan. Keçmişə qayırmaq istəyirəm inşallah. İnşallah. Rəng, nişan bunlara bəs necə önəm Rəng verirsən? mənim üçün önəmli deyil. Yəni rəng necə? Mən bədənən kuşdan af kuşu vururam, düzüb alıram istədiyim rəngi. Xırda nişanı da alıram, ağı da alıram. Nəyə demək istəyirəm? Məndə əsas quşun uçuşudur, ona fikir verirəm. Gözümüdür, dudağıdır. Bu üç dənə xüsusiyyət varsa quşda, oynamağıdır, ən birinci növbədə oynamağıdır. Bunu üzr istəyirəm.
Bunlara Bakı quşlarına dizgilər deyirsən, varsa quşlar, onun üçün çalışıram Allah'ın izniyle. Gəlib yubanmasın, gəl ged eləməsin quş. Belə şeylər yəni Bakı quşlarında olmayıb da, qaçıq quşlar gəlib qaçıq quşlara. Olan bırakılardı ki, indi biz əziyyət çəkirik. Məsələn belə deyək, quyruq sayına cüt vuranda baxırsanmı, çömbələnlə maraqlıdır mənim üçün onun üçün. Mayalar ən çox yığızam quyruğu xoşum gəlir. Mayalar yığızam quyruğu olsun ki, sonra açıq quyruq əlçə ilə vuranda görsən yığızam alma olur. Amma maya açıq quyruğu olanda problem olur. Bağların əksəriyyəti quyruğu açıq olur. Belə şeylər diqqət yedir. Növbəti sualım belə deyim. Sən məsəl üçün bildiyin quşlardan söhbət gedir də, yəni uçurduq, gördüyün, səni qane eləyən bir mayanı, bir də bir erkəyi bala aldığı müddətdə, yəni bala almaq sezonunda bir mayanı neçə erkəklə işləyirsən, dəyişirsən, bir erkəyi neçə maya ilə yoxlayırsan? 3-4 daha mayanı, 3-4 tane erkəklə, bildiyim erkəklə vururam. Yumurta götürürəm, təzən atıram istirahətə, istirahət vaxtı deyib, təzən bir başqa erkəklə. Məqsədim də odur ki, görüm, məsəl üçün, həm mayanın, həm erkəyi. Ayrı-ayrı mayalarla neçə balasının ikisi olur, neçə balası qalır. Məsəl üçün, bir də erkəklə kina bala gelmədirsə, o yüzden mənim üçün kişi oynağı qaydasındadırsa, o yüzden mənim üçün oldu bir cüt. Hazır cüt. Hazır cüt. Yəni bir ayın içində, belə deyək, bir daha mayadan kina partiya yumurta götürən, sən sonra asan gəlir, yəni tez əldə edə bilirsən ki, məsələn. Vaxtı qabaqlayırsan. Vaxtı qabaqlayırsan. 2 ayın içində 4 dənə erkəklə vurmaq olur. Bir də 4 dənə erkəklə 8 dənə yumurta edir. Belə baxan. Onun qaysasız adı da var, Allah'ın izniyle Allah'ın Qulluğunda dayanırsan da, yəni əsas müalicəsidir, düzgün qidasıdır. O tez bir vaxtda gəlir başa, həm də ki, baxırsan da görürsən ki, məsələn, bu balası zəhər çıxdı. Biri meyillidir gelməyə, biri eksper burada dözmür, biri heç vapşı uçmaq istəmir. O deməkdə orada bu 2 dənə quşun məsəl seçilər. 10 saat uçur, bunların balaları ideal olur, elə bir şey yox. Bəli. Yəni, quş var ki, məsəl üçün özü 10 saat, 12 saat uçur, görsün ki, balaları heç nə olur da yəni. Olur, bəli. 5 dənə erkəklə vurursan, görsün bir dənə 10 dənə baladan 2 dənə balası qaldı, 8-i getdi. Bunu, yəni, zahir məhsuldan əmələ gələn bir şeydir bu çıxılır ortalara. Səndən qabaq belə deyildi, bunun genində pamyek var deyə, bu gün o balalarda çıxardı. Əziyyət çəksən. Allah şükür ki, məndə elə şey yox deyil, Allah'ım. Yox, məsəl çəkirik də fikrimizi çatdırmaq. Məsəl üçün balanı aldın, onu saxlayırsan yaza, yoxsa qışda da uçurdub baxırsan. Yox, uçurduram. Mən balam, bina balam, uçurmamış, saxlamıram. Uçurduram. Yəni dənə düşəndən sonra başlayırsan uçurtmağa. Başlayıram 5-10 dənə taxtanın üstü zat belə məşğəl edirəm, sonra uçurduram. Saat yox da belə deyək, yarım saat 40 dəqiqə, 3-4 kərə getdi yarım olur. Gedib, yəni də qaçıb-qaçmamağın bilmək üçün də, yəni gözün yox, ağlını yoxlamaq. Bu erkəkdən bala alın başqa mayanla, yoxsa yox, məsəl üçün belə şeylər var. Yoxlayıram, gözü zadı yerindədirsə, saxlayıram, bir dənə quyruq eləmişəm inşallah. Sezonda maksimum nə qədər bala almaq sənin üçün yetərlidir? Yarışı görə biz bu il çox aldım, 50-60 tane almışım. Dost qayırışıra bağışlamışam, hava qoşları. Çox bala nəyə lazım ki? Vallahi, mən belə fikirləşirəm ki, dost qayırışıra məsləhət edmişəm, bildiklərindən deyiləm. Yaxşı, belə deyək də, məsəl üçün, bu yəqin ki, çox adamda olar da, tutaq ki, heyvan uçurtdun balanı, zəng gəlir ki, tutuldu, gətirdin, gəldin, məsəl üçün belə getmək. Əvvəl İsmail elə şeylər eləyirdim, zəng olunurdu, yeyib götürürdüm. Bu il heç vaxt üzüyü vurmamışam, nəyə görə vurmamışam, nə səbəbini deyim. Bina quşun alicaz gelməyəcək. Yəni özümün qabağıma məqsəd qoymuşam, yəni elə quşbazlıq olmaz ki. Getməyimin də səbəbi gətirirsən ki, görə bu rezultatı necə olacaq? Boş şeydir qardaşım. O bir kərəm gedən quş var ha. İstisnalar var. Quş qalar gecəyə ağır saat uçarır. Kirişədən tutular elə yox. Öz xoşluğundan tutulan quşdan söhbət edir də. Yəni 3 saatla, 4 saatla, 5 saatla quş gedib əgər harasa düşürsə 3 kilometr, 10 kilometr, 20 kilometr, 50 kilometr o quş mənə maraqlıdır. Bu iznatçı perivoda dözmədi. Getdi. Ağzımızda deyirik biz ki, dözümlü quş saxlayırıq, dözümlü quş. Mən onda belə tutmasın, durum Bakı kənddən hamısını salamlayıram. Ağsaqqallardan, salamlardan.
Düşüm onda baş kəndlərinin canına, gündə bir dənə quş göydə, mən də yerdə. Elə quşbazlıq olmaz yəni. Quş piyada, sən də atdı. Kişilər necə olur? Deyib, bu sənə düşməməlidir. Düşübsə gələ bunun anasını atasını. Bu ağır sözdür. Bunu hər insan qavramaz. Bəli. Yəni kuş getdisə elə gedib elə alır. Kuşun dayıcan getməyən adı. Amma tutub qaytarmaq lazımdır. Söz yox. Amma mən getmirəm kuşlarıyla. Konkret. Yəni konkret, hə. Çünki elə bəlkə deməsən özünü. O Necə vərdiş eləsən, elə qocalığın da elə olacaq. Qocalığına qədər elə mən düşəcəm qapılara quş yığılır. Yəni o kuşbaza yaraşan şeydir. Bəli. Mən özümə yaraşdırmıram. Yəni zuloy olmaq lazımdır quşbaz. Quşun keçəcək elə ödün. Yəni ildən ilə dala gedəcəksən. Dostlar, Ayşə xanım mənə qumdan tort hazırlayıb. Yeyək indi çayla onu. Hə? Hə, qoy ora stolun üstünə bıçaqla onu kəsək yeyək, hə? Get bıçaq gətir, kəsib yeyək. Ayşə xanım tortu kəsəcək. Ayşə, yox burada, ver mən saxlayayım. Ayşə, kəs tortu. Ay, sağ ol. O mənimdir, hə Ayşə? İndi özünə də kəs. Özünə də balaca kəssən. Sağ ol, sağ ol. Əlin qolun var olsun Ayşə. İndi yeyək bunu çayla, hə? İndi apar bıçağı yuy yerinə qoy. Sağ ol. Cəm, belə bir sual mənə özümə də maraqlıdır. Yəni mümkün deyil də hamımız indi xüsusilə gənclər, yaşlılar da cavanlıqlarında mümkün deyil ki, quşbazlıqda, yəni kimisə şəxsi həyatına getmir. Quşbazlıqda məsələn Ceon nələri səhv eləyib, bu gün düzəldir, məsələn belə deyək də. Əvvəlki illərdə. Bəli, bu ilə qədər. Yəni Əvvəl qardaş belə çıxmasın. Bir kuş səndən götürdüm, bir kuş Enur qardaşlar məsələn. Bunu İsmail verin mənə, bunu Enur verin mənə. Bunlardan yoxdur, törədir. İri, kişi, 30 dana bal alırdım bunlardan. Məsələn, 2 dana, 3 dana bala qalırdı. O burada nəmin qeyb düşür, hazır kişiyə. Kişilərə belə deyirlər. Onun üçün kuşaq bal alırdım, belə deyirlər. Əziyyətim etsin, elə zibilini atmağa mənə qalırdı. Orada burada fəhlə işləyib, pul qazanıb, dənin, dərmanının. Yəni, bütün zəhmətim ədəl gedirdi də, belə deyil. bir sözlə. Adla kuş saxlayır. Amma həmdülillah, Allah bütün qardaşların canını sağ eləsin. Bu işdə mənə kömək olan Salih qardaş əxir. Yinədən onu salamlayıram. Biz də salamlayırıq. Bu işdə mənə kömək olan o oldu, sən oldun, üzvə demək oldu. Çox sağ ol. Yəni, 2024-dən. Yəni bildiyimizdən istiqamət vermək o mənada. Mənəvi cəhətdən Salih deyil. əxir oldu. Sənə bir şeylərdə iraq tuturdum mən ki, söhbət açılıb danışılıb, getmə bu gedən kuşunları insan, belə şeylər. Kuşun keçəcək eləməyəsən qardaş. Var idi, məsəl üçün 100 dana bala alırdım, belə deyək. Sezonun axırı 3 dana, 4 dana bala qənət. Bilər bilməzə bal alırdın, belə bir. 3 dana, 4 dana, o da ikinci il uçurdum, Allah şahid ki, o kuşları uçurdu əksəri. O 3 dana kestiyimin, biri uçurdu, 2 saat qazandı. Yəni, boşu-boşuna da. Yəni bu sualı niyə verirəm dostlar? Hamımız məsəl üçün özlüyündə oturub fikirləşsək, mən niyə məsələn yaxşı rezultat verəmirəm? Keçmişdəki quşbazlıqdan danışırıq, yəni göyərçin yetişdiriciyindən. Hər öz nöqsanının üzərində işləsə, əlbəttə ki, belə olur da. İnsan nöqsanını düzəldir, belə deyim, kamilləşir. Adam var məsəl üçün 200-300 dana bala alır. Bir məsəl üçün belə deyəcəm. 30 cüt, 40 cüt kuşun qarını tutmuş. Ay vallahi Allah hamd olsun, orada 30 cüt, 40 cüt kuşun qarını tutmaq üçün sən azından bir 40 il ömür lazımdır ki, o kuşlar yığılır. Bax, qarın tutmaq demək, qan tutmaq, qarın tutmaq fərqli. Bu sən necə başa düşürsən bunu? Məsələn, sən öz fikir ver. Necə nə olanda bilirsən ki, bunu tam qarın tutub. Hansı səviyyədə bunu bilmək olar? Vurduğun Bir düzdüyün. sezonla kuşu sən bilməzsən qarını tutduğunun yoxsa. Bir sezonla kuşu bilirsən, həm yəni. Bindiki kuşbazların əksəriyyətinin kuşu elə bir sezonla. İkinci, bir oğlan kuşbaz göstərməyə ki, yarışlarda kuş tutulur. Birinin 4 illik, 3 illik kuşu qalıb. O da qalıb, qalanla ki 5 saat aşıdım. Aşıdım azdan yəni, qəht oxuda. Elə şey yoxdur da yəni. Böyle. Bildin nə demək istəyirəm? Quş, dözümlü quşdan əgər söhbət gedirsə, ən azından 3 sezon o quş sənin həyatında uçmalıdır, rezultat göstərməlidir. Quşa adı qoymaq lazımdır, quş 10 saatdır.
Bir kələmə quş səhv edir, havanın ucbatından qalır 10 saat. 10 saat uçurmuş. Bir sezonda sən azından 3 kələm, 4 kələm quşun sağlığını görməlisin. Sonra quşa sağladı qoymalısan ki, bu quş plan saat uçur. O uçmaq bazarlı qabiliyyəti var bunlar. Balası, nəvəsi sən deyirsən ki, Nəvəsi, quşun əgər bir quşun ikisində nəvəsi də uçur. O sənin üçün nominal quşdur. ha, yəni qarın onda deyirsən ki, Bəli, düz bəli, tutur. bəli, bəli. Məndə məsələn 3 cüt quş var ki, belə ki, 6 dənə quşdur. Yəni maşallah olsun ki, bu quşlar yəni, o qarnı tutmuş deyirsən. Yəni, Allahın izni ilə super. Bu da yəni 1 ilə 2 ilə demək olmaz da. Bu Yox, yox, buna uzun illər lazım. Bəli. Zeyun, bir dənə də belə sual verək ki, bu il neçə cüt quşdan bala aldın? Yəni neçə cütün üstündə işlədin? 3 erkek, 6 maya. 3 erkək, 6 maya. Dəyişdirə belə bunlar üçün. Bildiyim, tutduğum quşların, yəni bir sezon uçan quş yox. Erkeğin də birinin Cabir qardaşım mənə verib. Biri Ədalət əmin quşudur, biri də Şahin dayıoğlu. 3 dənə erkəkdən, yəni Değişə artırdım. 1-2 dənə də erkəkdən dost qardaş üçün istəyib, məsəl üçün, yarış quşlarımdan diye bıraxıb yumurta ötürmüşəm, bal ötürmüşəm, belə şeylər olub. Hansı quşdan xoşu gəlibsə, yaxın bilgin qardaşlar ötürmüşəm. Bildim. Onun istəyindən asılıqda, məsəl üçün, göyərlağın balasından istəyirəm, qırmızılarlağın balasından istəyirəm. Cüddüyə atıb, kömək kimi də vermişəm. Allah xoşları, inşallah ki, Allah var elə. quşlar görsün. Bu erkək kapalıdır, bir dənə bala var, şulluq edib orada. Balaların arasında atmışam bir yana. Qalmır əli. Növbəsi sualım belə deyim Ceyhun. Mən bu sualı sırf Ceyhun quşları üçün verirəm dostlar. Məsələn, bala almısan sayından asılı olmayaraq. Cəld salan ərəfədəki tərpədirsən ki, onda məsələn fikir verirsən də hansı əlamətinə və yaxud nəyinə görə təxmin eləyə bilirsən ki, bu məsələn yaxşı uçmayacaq, bu qaça bilər, bunun məsələn oynağı düz olmaya bilər. Yəni hansı əlamətlərdən o mənfiləri görə bilirsən, öz quşlarından söhbət gedir. Qardaş, o qaçacaq ki quşlar var, hep hiss eləyəcək ki, bu gedəcək ya. O quşlar qorxaq quşlardır, quruğu bıraxmayan quşlardır. Mən quruğundan bilirəm ki, onlar gedəcək. Yəni 5 qənətə, 3 qənətə bu quş gedəcək. Qorxulu quruğu bıraxmalı, xırda quruğu ki, quruğudan çıxmasın. Amma bala elə olmamalı da, bala quruğu 300 metr, 200 metr geniş vurmalı. Söhbət birinci qənətindən gelmir də, 2-3 qənət vuracaq. Hətta ilk siftə qənətlərindən söhbət eləyirik. Quruğu geniş vurmalı ki, bala yazsın kompüterına ki, Mənə yerim buradadır. yerim buradadır. O ki, qorxaq quşlar var, quruğu xırda vurur, bıraxmır quruğu. Birindən aralaşan kimi naxadı gəlir, o quşuna qoşulur. O quşlar tez gedir. Yəni özü sərbəst uçmur da, hansı quşun kölgəsində elə bir. O quşlar tez gedir. Düzgün sürüşləmə deyim, balaca havanın sönməyində deyim, birinci el onlar gedir. Hiss eləyirəm, yəni Allahın izni ilə belə şeylər olub. Qardaşlarla oturub söhbət edir ki, deyiblər, əladır, qəşəngdir, demişəm, bisiklet quruluşu qəşəngdir. Ağlı elə ki, mənə açmır. Elə də olub, üstünə 2 gün keçməyib o bala gedir. Qardaş deməli, sən dedin, axı belə oldu, belə də oldu. Yəni, bunu bilməlisən, hiss eləməlisən. Məsələn, oynamağında, məsələn, baxsan ki, belə deyək də, bu tutaq ki, laf boşlayanda mı, ya heç oynamır, nəyə görə təxmin eləyə bilərsən ki, bu oynamağı düz olmayacaq və yaxud da nəsə, öz quşlarından söhbət edir. Olur. Quşlarda, məsəl üçün, qat vurmağından da tutursan. Yaxşı olar ki, bala xırda qat vursun. Gillənə gəlməsin. O balalar mən naxalı çıxardılar. Nə quşun balası olur. Quş var ki, məsəl üçün, uçurdusan, getdi yarım oluyor. Biri görsən ki, evin üstündədir, qat vurub saxlaya bilmiyor. Qatlana gəlir. 2 dənə qatlamaq elə bir düşdü aşağıda. Çox insan da bunu təzə quş saxlayanlar bilmir, oynamağı da olur. Quş var ki, gedə vurur, sinədə vurur. Sənin üçün ən xoş gələn oynaq hansıdır? Açılsın vursun quş. Açılsın vursun, 1 dana, 2 dana, 3 dana, 4 dana. Dalı vura açılsın vursun, girsin. Yuxarı bassın. Gələndə onu oynasın, 2 dana, 2 dana olsa oynasın. Quş var ki, yarım oldu da gələndə görsün, 10 sağlam, 11 sağlam, açıldı mı o diyarlar. Bilmirəm, başlayası aşağı gəlir, normaldır. Getdiyinin heç olmasa
vurduğun yarısını aşağı yarmovda göstərir ki, gəlirəm mən. Heç olmasa yarı faizini oynasın. Xoşum gəlir o quşlardan. O quşlar da dözümlü quşlar olur. Küləyi də yaxşı keçir o quşlar. Küləyi də dözür. Bu gün sosial şəbəkələrdə, müzakirələrdə də görürük. Daha çox quş qaçırtmaqdan danışılır. Məsəl üçün, deyən sənin öz fikrin maraqlıdır. Tutaq ki, bir quşu cəhd salmışsan, belə deyək. Nə bilim 10 qənədə, 15 qənədə fərqi yoxdur. 5 qənədə, 25 qənədə. Sağda buraxanda qaçır. Bunu sən özün üçün necə izah edə bilərsən öz təcrübəyə görə? Yarımçı quşlardır da onlar qardaş. Nə mənada məsələn biraz izah verək? İzah verim də qardaş. Ne kuş oldu, tuttururlar bir-birinə. Sayı çox olsun, bala çox olsun, satın. Yəni, mövzu budur da. Yəni, kuşu çox aldım, çox satdım. Gedəndə də 200 dana bala almışam, 300 dana bala almışam məsəl üçün. 200'e gedər, 100'ü qalar, 100'ün də 20'si uçmaz. Məsəl üçün, 80'ı uçmaz, 20'si 5 yaş yazılacaqlar. Belə kuşbazlar. Ehtimalla yəni. Ehtimalla yaşayan kuşbazlardır. Onlar da ildən ilə dala gedirik. Yəni, qabağa gedə bilməz. Bunlar onda mayalardır. Burada mayalardır. Keçən uçanlar da var. Bir dənə bala atmışam. O da şoluluq eləyir, ona görə atmışam ora. Sözü qulaq asmır. Bu da keçən uçan mayalardır. Uçmayan mayalar da var burada. Bıydı sözüyle. İki dana var. 3 dana maya değil. Bıydı sözü. Ondan qalan keçən ilin kuşlar. Keçən il, yeni iş il, o birisi il. 3 il, 4 il. 4-cü ildə keçən qırmızı mayadır. Gözxallı mayadır. Akqanət mayadır. Bunlar 4-cü ildə keçir 2 uçursa. Bu ilə Çırdastanda yəni. Allah'ın izni ilə ha. İnşallah ki. Yəni stop yox. Yox. Ha, inşallah ki. Stop düyməsini qırmısan. Yox, uçurmaq lazım. Burada quş var ki, qarnı əladır. Yəni yaxşı bala. Uğurlaşıb, qəşəng də bala verir. Amma uçurduram. Yəni bunu çəkmişəm, uçurduracaq. İnşallah, yaxşı nəticələr. Bunlar yəni kötü illərdir, belə deyək də. Cəvan belə deyə sənin üçün sezon nə vaxtdan başlayır? Yəni nə mənada? Hasandan başlayırsan, məsələn, uçurtmağa, qənət quyruq eləyirsən, eləmirsən. Startı nə vaxt başlayırsan uçuşa? Aprelin 15-i cavan kuşlar yoruram mən. İşdən evdə uçurduğum zət saldığım kuşlar. 20'si 2 illik, 3 illik, yarışa hazır olan kuşlar. Aprelin 20'si. 5 gün ara ilə yoruram. Belə bir ayın 15'indən yarış başlayır, bu ayın 15'indən. 5 gün qalır. İnşallah ki ayın 20'sindən başlayacağım mən kuşları məşğəl etməyə. Belə deyək, keçən il biraz tez başladım uçurmağa, Allah'ın izniyle. Hava şəraitinə görə oldu. Bu il ama inşallah ki 7-ci ayın 10'undan Avqust ayın 10'una qədər, bir ay içində hava tutub uçuracağım Allah'ın izniyle. İnşallah. Yəni bəhanəsiz kuşbazlıq deyirdim mən qışda, yəni hamını arzu eləmişəm, özümə də elə arzu edirəm ki, bəhanəsiz olsun kuşbazlıq. Kuşun şey də oldu da, yəni bir ay ərzindədir mənim üçün. Bu mənim öz fikrimdir. Heç kimə şamil eləməm, kim asan uçurdu, uçursun. Maksimal gücünü bilmək üçün. Bir ay. Bir ay ərzində o havalar vardı. Məsələn, azından o belə biçilməsin. 5 saat uçan kuşun bir ayın içində bir 4 kələm o 5 saat aşırsın. Məsələn üçün 10 saat uçan kuşun bir 3 kələm aşırsın. Bir ayın içində aşırsın. Ondan qabaqki havalar indi məsələn üçün 8 saat uçsun, 10 saat uçsun, 12 saat uçsun. O mənim üçün maraqlıdır. Qorxduğun hava var Cəyan? Yox. Qorxmursan pis hava havadan? Hər havaya mən uçsun. Gilavari, xəzrisi, bakovoyi, nə bilim sürüşi. Hər havana görün mənim uçlar. Düz balalar o qədər uçulmamışam. Söhbət o 2 illik, 3 illik, 4 illik uçlarından gedir. Yəni Hasansa eləmirsən də bunu? Hər havaya mən uçurduram. Hər havaya. Amma saatına baxır da indi. Məsəl üçün bilirəm hava xərab yox, havada. Elə eləyirəm ki, kuşum mənim məsəl üçün 10 saat uçan kuşum 3 saatla, 4 saatla gəlsin. Məsəl üçün. Onda qaydaları var. Ədalət əmi, sizin də Ceyhun haqqında fikrinizi bilmək istəyərdik. Ümumiyyətlə, belə deyək də bir ağsaqqal kimi, qonşusu kimi, yoldaşlıq elədiyiniz insan kimi yarışda nə rezultat gözləyirsiniz ondan? Uğurlar, valla, yaxşıdır, yaxşı törədir.
uçurdu göstərir, indi o qeybət olmasın, paxıllar, partiyayı, o partiyası. Amma ki, olmaz. Gör. O Allahın işidir, havanı versin. Ceyhun bir adı, o uşaqlar görür, Allahdır. Yaxşıdır, yaxşıdır. O mən qabaqdan deyə bilməm, yaxşıdır. Bunlar da cavan balalardır. Elə bir o kuşların dediyim kuşların törəmələrdir, maya balalardır bunlar. Aha, bunlar mayadan. Ha, Bu ilin balalardır. Bu ilin kışın balalardır. Bir yaşı tamam Yox, olmayan. yox, 6 aylıq, 4 aylıq, 5 aylıq, 7 aylıq belə də. Bildiyim heyvanların balası. Aha. Ha, Cəs salmısan deyil cəb mi? salmışam, amma sağda salmamışam. Sağda Ha, bırakmıyorsun. cəlb edib elə bir Yəni Saxlamışsan. quyruq eləmişəm, saxlamışam. İnşallah ki, ayın 15-dən sonra qulağı hərəkət edib. Hə, dostlar, sizin də sözlü sualınız varsa, buyurun siz də eşidək. Elvin qardaş. Mən başda hamını salamladım, bir daha salamlayıram. İsmail sən də çox sağ ol, əziyyət çəkmişsən. Var o. Qardaşımızın qapısına yanaşmışıq bugün. Cəm halında ancaq ona uğurlar arzulayırıq. Ancaq yüksək uçuşlar arzulayırıq. Mənim özümün şəxsi Ceyhun qardaşıma, biz dostluq illərdir. 2 dənə şəxsi sualım var uşaq haqqında. Bu 2 tərəfli verirəm. Həm öyrənmək üçün, həm də onun fikirlərini öyrənmək üçün. Birinci sualım ondan ibarətdir ki, Ceyhun bu 2026-cı ildə inşallah yarışlarda özünə rəqib kimi görür. Nə qədər ki, onun qrupunda qoşulan yarış iştirakçıları var, onların arasında kimi özünə bərk rəqib görür. İkinci sualım da Ceyhun bəyə bir nüansa toxunur. Qarın tutmaq məsələsidir ki, məsələn, erkəyi bir mayya vururam, yumurtasını götürürəm, sonra ayrıram, başqa bir mayya yoxlayıram. 2 ay qabaqdan vaxt. Mən Ceyhun qardaşıma bir sual vermək istəyirəm ki, elə bir şey olubmu ki, sənin uç saxladığın tarixdə bir dənə erkəklə bir dənə mayanı vurmursan, heç vaxt ayırmamısan onları ki, o qədər balalar səni qane eləyib Bu ki, cütlük bağlandı. bu cütlüyü bağlamısan da, nə o mayaya başqa erkək fikirləşməmisən, nə də o erkəyə başqa maya. İnşallah 2 dənə sualımıza cavab versin. Mən həm öyrənirəm, həm də onun fikirlərini öyrənirəm. Ha, bismillah. Demək qardaş, birinci sualı haqqında cavab verəcəm. İkinci sualı inşallah birinci cavab verəcəm. Belə bir şey var. O bizdə cütlük. Təzdən qaytarıb vurmuşam. Elə bir şey var, yəni dominant kuş gedir. Var elə kuşlar qardaş. Bir cüt məndə kuş var ki, bunları heç ayırmalar. O ayrıb başqa kuşuna vurmuşam, o effekti ala bilməmişim. İlini olmuyor. Mən kuşun ən əsas birində gözü, ağlı, gözü. Kuşun vazbıratı olmalı. Səhər ki, durdun yuxudan, pəncərədən baxdım. Gördüm ki, bala oturub həqiqdən, 2 gündən, 3 gündən sonra. Özü gəlir. Ondan gözəl nə var ki, kuş batsın. Ondan gözəl sevincinə var ki. İnşallah sağ olun, səhət qanına qədər qardaş. O ki, qaldı rəqiblər qardaş. Orada hamısı qardaşlardır. Hamısını uğurlar arzulayıram, biz iştirakçılara. İnşallah ki, mən öz fikrimliyi, öz kuşlarıma güvənmirəm, birinci Allaha güvənirəm. Bilsən götürsən, əmanət olan bir şey. Amma bir iştirakçı da düzgün hazırlaşsa, o günü rezultat verə bilər. Mən rəqib tanımıram da, yəni harda kuş sürdüramsa, mən özümə rəqib heç kim bilmirəm. Ümumiyyətlə də, yəni mənim nə qədər canım sağlıqlı kuş sürdürəm, Bakı kuşlarını təmsil ediriksə, mən hansı qrupda kuş sürdürəmsə, orada rəqib heç kim özümü görürəm. Saat fərqi tabi qoyulub qıraraq, ümumiyyətlə də, yəni rəqib heç kim özümü görür. Bunun üçün də hazırlaşırım. İnşallah bu il də sənə çək görürəm. İnşallah mən sevdiyi onun üçün hazırlaşmışam. Həm ümumi, həm ağır saatlar sevdim. Ən azından mən Ceyhun qardaşın əziyyətlərini görmüşəm, uzaqlan adam idi. Mən onun üçün bilirəm ki, bu kişinin quşları da nəyə qadir edib öz əziyyətləri. Ona görə arzu edirəm ki, Allah həm Ceyhunu, həm də o heyvanların əziyyətini yerdir. İnşallah. Ennur qardaşının da fikrini, Mən də bir tövsiyəsini. daha salamlayıram hamısını. Sualım yoxdur, sadəcə onu da istəyirəm ki, yarışlar gəlib çatır. Bütün qrupda olan yarış iştirakçılarına, hamısına ayrı-ayrı uğurlar arzulayıram. Amin. Bir də əsas dürüstlük olsun, saflıq olsun. Mehribansılıq olsun, bəli. Mehribansılıq, səmimiyyət olsun. Nə varsa görürsənsə yerində deyinə. Axıllıq olmasın, axirdən danışmaq olmasın.
Çünki bundan sonra düşmənçiliyə, ədalətə, pis Ədalətə aparır, prinsip aparır. Artıq şeylər yox, bizlərə yaraşmaz. Endurun sözünə qüvvət demək tərzi var da. Mən də Ceyhunun məsələsini təhlil edir. Ceyhun bunu eləmə, səhv eləyirsən deyirəm. Əlbəttə ki, mən də Opşunu Oxan kəndinin adından hazırlaşıram yarışa. İnşallah. Kəndinə əsr eləyib uçsuduram. İnşallah. Yəni yaşadığım yer ararsa, oruçuduram. O kəndini uçuduram inşallah ki. O kəndin adından da yəni təmsil eləyir. Şeyi də mezun qardaşa da demişəm, o nə deyir, Qramutu inşallah Oxan kəndinə gəlir. İnşallah. Allah'ın izniyle. Maraqlı söhbətlər var dostlar. Sizlər də şərh yazıb, bəyənib, paylaşmağı unutmayaq. Yenə deyirəm ki, şərh yazanda ola bilər dostlar. Kimsə, məsəl üçün, lab mənim sözüm xoş gəlmir. Mədəni irad bildirmək olar. Ki, İsmail, sənin bu sözündən sualına razı deyiləm, əla. Demokratik ölkədə yaşayırıq, müstəqil fikrini bildirə bilərsən. Etik çərçivədə. Əlbəttə ki. Onu biz, bəli, qəbul eləyirik, amma o etikadan o kənar olmaz. Hamıya bir daha uğurlar. Bu belə deyək, özümüz üçün yarış qabağı bir məşq idi, həm də xatirə bir çəkiliş idi dostlar. Ki, Ceyhunun belə deyək də göyərsin yetişdiriciliyi maraqlı olan insanlar var. İndi insan var ki, Ceyhunu tutaq ki, yaxından əlaqəsi yoxdur. Məsələn, bəlkə nəsə sualı, fikri var. Bəlkə biz onu səsləndirdik, onun əvəzindən bildi. O mənada yəni çəkiliş eləyirik. Hamıya da uğurlar. YouTube'da da dostlar bütün kanallara abunə olun, bəyənin, paylaşın ki, bütün kanallara. Kiminsə, hansısa qardaşımızın çəkilişi qoy trendə, dünya trendinə düşsün ki, Bakı quşuna dünya maraq eləsin. Onun üçün baxanda bir dənə bəyənmək, bəzən deyirlər kontur çıxmır, pul çıxmır, hava idi yəni hamısı. Bəyənmək də, abunə olmaq da, şərh yazmaq da. O barədə yəni ürəyinizi buz kimi saxlayın. 101% garanti verirəm ki, heç bir kanala abunə olmağından pul, kontur çıxmır, həm kartından heç nə gelmir. Bu işlə kömək olan kişilərdən biri də Elvin qardaşımdır. Volkanlı qardaşım. Kəhçindir. Allah var eləsin. Mənə yəni çox dəstəkdir. Elvin qardaşımızdır, mənə dəstəkdir bu işlərdən. Allah nə qədər ömür veribsə inşallah hər il qoşulub yarışlarda tutmağa çalışacaq Allah'ın izniyle. Yəni bir uçdu, 2 il uçdu, çeşidi qırardı, yanı yox. Allah'ın izniyle Allah nə qədər ömür verirsə biz yaşlaşarıqsa evlatlarımız inşallah hazırsa. Allah xeyir ömür versin hamısına. Doğru dürüst xətlə geçsələr Allah'ın izniyle hamı da olacaq vallahi. Hamı da gözəl saatlar olur. Çalışmaq lazımdır düzgün hazırlaşasan. Bir yerdə balaca xəta səhv edir qardaş. Axıracan elə səhvlərlə plan olduğunda axıracan 2, 3, 5, 10. Hər şey birdən başlayır. Kimsə ayağında 10-11 deyir, 1-2 sayırıq da belə olur. Planetdən arsa yerdən gəlməyib quşlar. Mənə də dost qardaş verir, tutmuşuq. Yəni burada durub bunu gizlətməyin adı yox. Məndə opşi quşlarımın neslində 8 kişinin qanı var. İnşallah sənin üçün uçurdanda o kişilər hamısı burada olacaq, uçurdacaq. İnşallah. 2024-dəki nə də sənin üçün tamaşa elədim. İnşallah ki, səni qonaq edəcək Allah'ın. Dostlar, Sen de sağ ol, əziyyət çəkirsən. Allah əziyyət bu yerdə qoyur. Sağ ol, hamı. Məni elə, ya mən özüm üçün bir başda eləmişəm əvvələn. Sənə sözlə qüvvət edirsən, əziyyət çəkirsən. Həqiqətən bu kişinin əziyyəti var mənim yanımda. 2024-cü ildə ya belə qısımız quşda uçurdurdu, TikTok'da da çəkib paylaşırdı. Çoxsuna belə gülməli gəlir. Yəni şolar olmaz. Orada quşların qaçışığı idi həqiqətən. burada seçim eləyirsən də, elə olur da. Daha şey belə deyək də, olduğunu demək lazım. Bəli. İsmail qardaşım 2024'də quş uçurdum. 5-6 saatdan daşıdım. Özü burada hər saatını göstərmişəm İsmail'a. Ondan sonra mənə dedi ki, qardaş, səndə belə imanlar varsa, nəyə görə qıraqda dayanmışsan ki, yarışda uçursuz göstər. Həm dururlar. Uçdu 2025'də. Bir də bizim dostlar, bugünkü bəlamız indi kim necə başa düşər özü bilər. Qulaq asmırıq sözə. Hamımız özümüzü biləndər sayırıq. Yaxşı biliriksə, hanı o bildiyimizin nəticəsi? Biz bunu təhqir, tənqid üçün demirik. Yəni, niyyəti pis olan pis başa düşər. Xətasız, səhvsiz nə insan var, nə heyvan.
yer üzündə, hamımızın xətası səhvi ola bilər. Onlar çalışıb düzəltmək lazımdır. Hər işdə səhv olur. Düzgün lazım. Kim düzgün xət üstə getsə, Allah bunu bərəkətləndirir. Bəli, niyyətə görə. Hamıya bir daha uğurlar, sizlər də. Ürək təmiz olsun ki, Allah yetir. Hə də ürəkdə də niyyət olur. Ha, bəli. Nefsinizi tullayın qırağa, kişi kimi gödürün qapıya. Bir də icazə verirsə Ceyhunun sözünə bir dənə. Buyur abi. Buyur. Göyərçin, gözəl qadın, üzr istəyirəm. Göyərçin əslində Azərbaycanın, Bakının milli sərvətidir. Milli sərvətidir. Ceyhun, Elnur və yaxud da təmiz quş saxlayanlar onları qoruyub saxlamağa çalışır. Biz də ona əlimizdən gələn, mən demirəm, deyirəm, mən belə, amma əlimizdən gələni ən azından sözlə, niyyətlə, Mənəvi dəstək, mənəvi dəstək. Təkan vermək lazım. Nəinki onun ayağının altını qazın. Onunla heç kimdən ucalmayıb, nə də hörmət sahibi olur. Yəni, əsas olan məsələ budur. Gəlmisənsə bu qapıya, üzr istəyirəm, gəlmisənsə bu qapıya, burada özünü necə göstərmisənsə, elə ol. Və yaxud da olduğun kimi gəlir bu qapıya, biz də bilək ki, sən kimsən. Elə də bizim tuşlarımızı bəyənməyənlərə deyil sözüm. Yəni, heç kim özünə götürülməsin. Yəni, eminim bizim deyəndə ki, mənim tuşlarım. Məndə olan tuşlarla getirəcək. Mənim deyə bir şey yoxdur. Hər şey Bu həyatda olanlar da belə. Kimisə nəsə sözü, kimisə nəsə pretenziyası yoxsa, hazıram olunmuş tutulmağa. İstəyir bir dana, istəyir 5 dana. İstəyir kəndində 10 nəfər adam yığılsın, 10 nəfər adam bir gündə quş tutsun, mən bir dana bulur quş tutuyorum. Yəni, həmən adamlara diyar sözüm. Bundan bir yana vaxtımızda. 7-ci ayın 10-undan avqustun 10-una qədər. Asa varıqsa uçurmağa hazırım. Aha, bunlar haqqında da. Bu da həmən o quşların törəmələri deyil. Erkek balaların katoludur bu, qışdan çıxan balalardır. Bunlar da yəni 1 yaş tamam olmuyor. Yox, 4 aylıq, 5 aylıq, 6 aylıq belə balalar. 3 aylıq da var içində. Erkek balalardır, qənət quyruq eləmişəm inşallah. Yarışda bunlarla olmuşdur. Allah'ın izniyle. Belə bir dəst salıb, sən elə bir ki, balalığının erkəyə ayrı, maya balaları ayrı duşxanada saxlayırsan ki, yəni bir il sonra törətdə onu 100%. Mən əsas kuşun ağılına fikir verirəm. Bir də dözümlük, qayıdıb qaz bıraxdı kuşlar. törədirsən. Bacardığım qədər. Əla yaman. Beləsinlər tam. Maşallah olsun. Və yarışda neçə saatı qabağıma məqsəd qoymusan? İnşallah ki, keçən il 5 saatın üstü demişdim kuşun. Birinci kuşun 5 saatın üstü düşürdü. Bu il 12 kuşdan içində zapas olmaq şərti ilə 7 saat arzulaşıram birinci kuşunun geniş eləmək. Sözsüz şolar göydə saxlayan gəlmirəm Allah. Amma mən onun üçün çalışıram, onun üçün hazırlaşıram ki 12 kuşdan birinci kuşum 7 saat aşırsın, 7 plus. Bunun için hazırlaşıram. Allah'ın izniyle. Toplam saatte 90'ın 100'ün üstüne hazırlaşıram. Allah'ın İnşallah. Hə dostlar, bir dənə nə qalır, vaxt zaman çatsın, Allah qoysa eşitdiklərimizi görməyə Allah qismət eləsin. Hamının nə məqsədi, planı var, Allah arzusuna yetirsin. Yəni yarış barədə, nə bilim çəkdiyi əziyyət barədə hamımıza uğurlar. 2 hissəyə bölünən Azərbaycanın səsinə çevriləcəyik.